Əsas məsələ kişini necə razı saldın? Bu yox idi axı. Qumru, o məsələ... Bilirsən, ən çox nə xoşuma gəldi? Deyirəm ki, şəkli yaxşı ki, buradan asmışsan. Yataq otağından assaydın, tək özümüzü görəcəkdik. Nə? Şəkli deyirəm də, deyirəm yaxşı ki, buradan asmışsan. Yoxsa özümüzü görəcəkdik ancaq. Mən başa düşmədim, evə girib olar. Sən açmamısan ki? Qumru şəkili Bəbir müəllim alıb. Mən ona görə çağırmışdım. Qədir, nə Bəbir, nə danışırsan? Nə bilim, deyir, gördüm, ürəyim dözmədi. Kişinin pulunu verib alıb şəkili. Qədir, bu Bəbir kimdir? Hansı ixtiyarla səndən icazəsi mənim şəklimi alır? Göstərib gətirib evimizi asır. Qumru özü gətirməyib də göndərib deyir. Bu lap pis, bu lap pis. Tanımadığımız adamlar evimizə girir, Qədir. Qumru mənə dedi göndərəcəm, mən elə bildim gətirib həyata qoyacaqlar. Qədir, elə sakit qarşılayırsan ki, elə də hər şey çox yolundadır. Mən sakit sad qarşılamıram Qumru. Özünə də dedim ki, yaxşı hərəkət deyil bu. Qədir, yaxşı hərəkət deyil deməklə deyil. Apar, sabah qaytar. Deyən ki, istəmirik. O yaxşı çıxmazdı, o ayıbdır. Cəhənnəm ayıb olsun, cəhənnəm ayıb olsun. Onların evimizə girməklər ayıb deyil. Qumru bildim də, başa düşdüm də. Sakit ol, məsələni danışacağım onunla. Danışaca nədir? Danışaca nədir? Götür, apar, qaytar. Deyən ki, istəmirik. Bundan sonra da bizi heç nə eləməsin. O borcunu da işləyib qaytararıq. Qumru, olur da, belə şeylər olur. Elmlə məşğul olan adam, yaradıcılıqla məşğul olan adamlara bu tarix boyda olub. Kömək eləmək istəyən insanlar olur da, bu normaldır. Burada bir seçenek yoxdur. Qədir, sən onda Tağıyev sifəti görürsən, mən görmürəm. Xeyriyyətçilər onun bunun evinə soxulmur. Qədir, bunun qarşısını vaxtında almaq lazımdır. Sabah dur, apar, qaytar. Yaxşı?